Qiymətlərin tənzimlənməsi məsələsi ilə bağlı Parlamentin Müvəqqəti Komissiyası bugün növbəti iclasını keçirəcək. Gündəliyə əsasən iclasda əczaçılıq şirkətlərinin iştirakı ilə dərman bazarının strukturu, qiymət formalaşması zənciri və sektorun əməliyyat prosesləri müzakirə olunacaq. Komissiyanın məqsədi mövcud vəziyyəti öyrənmək və əhalinin yüksək keyfiyyətli dərmanlara çıxışını təmin etmək, eyni zamanda qiymətlərin vətəndaşlar üçün münasib olması üçün əlavə addımlar atmaqdır. Bugün Gürcüstan Parlamentinin Hüquqi Məsələlər Komitəsində xarici təsirin şəffaflığı haqqında qanuna ediləcək dəyişikliklər ikinci oxunuşda müzakirə olunur. Dəyişikliklərə görə bu qanunun icrasına nəzarət artıq İctimai Reyestr Agentliyi deyil, Dövlət Audit Xidməti tərəfindən həyata keçiriləcək. Layihədə qeyd olunur ki, Dövlət Audit Xidməti üçün vacib maliyyə məlumatlarına sahib olan və çağırışa baxmayaraq gəlməyən fiziki şəxs magistrat hakim tərəfindən dindirilə bilər. Bu qanun layihəsi hakim partiya tərəfindən irəli sürülüb. Sionika Federal məbədinə yenə çoxlu insan gedir və burada hər gün keçirilən 2-ci İlyanın ruhuna həsr olunmuş dini mərasimdə iştirak edir. Ruhanilərin sözlərinə görə möminlərin məzara yaxınlaşmaq və qısa müddət ona toxunmaq imkanı da olacaq. Patriarxın müavini Şöp Mitropolitinin xeyir duası ilə ruhanilər, ilahilər müşayiəti ilə 40 gün ərzində yas mərasimini keçirəcəklər. Ziyarətçilər üçün məbədin qapıları hər gün səhər saat 8:00-dan axşam 22:00-a açıq olacaq. ABŞ prezidenti bildirib ki, Birləşmiş Ştatlar İran neftinə nəzarət qura və İranın neft ixrac mərkəzi olan Xarq adasını ələ keçirə bilər. Bu barədə Donald Trump Financial Times qəzetinə müsahibəsində danışıb. O həmçinin bildirib ki, Pakistanın vasitəçiliyi ilə İran və ABŞ tərəfi arasında aparılan dolayı danışıqlar uğurla davam edir. Lakin atəşkəs razılaşmasının müddəti ilə bağlı şərh verməyib. İslamabadda Pakistan, Türkiyə, Misir və Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirləri arasında danışıqlar keçirilib. Görüşün əsas mövzusu Hörmüz boğazının açılması ilə bağlı ABŞ-a göndərilmiş təkliflər olub. Mənbələrin məlumatına görə Türkiyə, Misir və Səudiyyə Ərəbistan boğazda danışmaların idarə olunması üçün ortaq konsorsiumun yaradılmasını müzakirə edir və Pakistana da burada iştirak təklifi olunur. Lakin mənbə bildirir ki, İslamabad rəsmi dəvət almayıb və bu quruma qoşulmaq niyyətində deyil. Suxumi Dövlət Dram Teatrında inteqrasiya olunmuş Azdakin Bağı Teatr kollektivinin müəllif tamaşası Təşəkkür edirəm, səni sevirəm, məni bağışla adlı əsərin premyerası keçirilib. Axşam Abxaziya hökuməti və yaradıcı Gürcüstanın dəstəyi ilə baş tutub. Premyerada Abxaziya hökumətinin və Tbilisi şəhər məclisinin nümayəndələri iştirak ediblər. Baço Qabruaşvili tərəfindən səhnələşdirilən tamaşa aktual sosial mövzulara toxunur və müasir cəmiyyətdə fərqliliyin qəbul olunması, harmonik birgə yaşayışın vacibliyindən bəhs edir.